Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. İmam Nəvvi Rahiməhullahın 40 hədis kitabına davam edirik. Və deməli, növbəti hədis 21-ci hədisdir. Buyurur ki, An Əbi Amrin və qilə Əbi Amrətə Sufyan ibn Abdillah Əth-Thəqafi radiyallahu anh. قال قلت يا رسول الله قل لي في الإسلام قولا لا أسأل عنه أحدا غيرك قال قل آمنت بالله ثم استقم رواه Muslim. Buyurur ki Əbi Amr və ona deyirlər ki Amra Sufyan ibn Abdullah Əs-Səqafi deyir ki, dedim ki ya Resulullah sallallahu aleyhi və səlləm, mənə elə bir şeydir ki, İslamda səndən başqa heç kimdən soruşmayım. Mənim üçün elə bir şeydir ki, səndən başqa heç kimdən soruşmayım. Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, de ki, Allaha iman etdim, sonra doğru ol. Deməli, hədisin ravisi qardaşlar, Sufyan ibn Abdillah bin Əbi Rabi'a bin Harith bin Malik Əth-Thəqafi Ət-Taifi radiyallahu anhu. Sufyan ibn Abdillah Səqif qəbiləsindən idi və bu qəbilə ilə birlikdə hicrətin 9-cu ilində İslamı qəbul etmişdir radiyallahu anh. Hansı ki, məşhur qəbilədir Taifdən və Muğirət ibn Şu'bə də həmin qəbilədən idi. Və bu sahabəni Sufyan ibn Abdullahi deməli Ömər radiyallahu anh öz xəlifəti dönəmində Taif qəbiləsinin zəkat malları üzərində məsul bir şəxs kimi təyin etmişdi. Və bu sahabənin özü, həmçinin övladları da hamısı demək olar ki, İslamı qəbul etmişdilər və ondan rəvayətlər ediblər. Və bu sahabə, Allah ondan razı olsun və hamısından, onun Allah Rasulundan rəvayəti olduqca azdır. Və ümumiyyətlə alimlər onun vəfat yerini və vaxtını qeyd etməyiblər. Allah Teala aləm, hər bir halda Allah ondan razı olsun. Bizə Allah Rasulü sallallahu aleyhi və səlləmin hədislərini nəql etdiyinə görə. Bu hədisin mənziləsi barəsində bəzi alimlər kəlamlar ediblər. Onlardan elə İmam Nəvvi özü Tədhibul Əsma əsərində buyurur ki, bu hədis İslamın üzərində dövr etdiyi hədislərdəndir. Və həmçinin İbn Dəqiq Əl-İd rahimehullah Şərhül Ərba'in əsərində buyurur ki, bu Allah Resulü sallallahu aleyhi və səlləmin Cəvami'ül Kəlim sözlərindəndir. Yəni nə deməkdir Cəvami'ül Kəlim? Yəni az olsa da böyük mənalara, əzəmətli mənalara dəlalət edən hədislərdəndir. Fikir verin, sadəcə iki sözdən ibarətdir. Qul əməntu billah thumma istaqim. Yəni 2 hissədən ibarətdir. Və hədisin şərhində buyurur ki, deməli, qulli, sahabə buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləmə dedim ki, qulli fil İslam qavlən la əsəlu anhu əhədən qayraq. Qayraq. Deyir ki, sahabə Allah Rasuluna xitabən, mənə İslamda elə bir şeydir ki, mən səndən başqasından soruşmuyorum. Və bəzi rəvayətlərdə gəlir ki, bə'dək, yəni səndən sonra heç kimdən soruşmuyorum. Və bu bizə göstərir ki, sahabə, yəni Sufyan ibn Abdullah əzəmətli bir şey tələb edir Allah Rasulü sallallahu aleyhi və səlləmdən. Hansı ki, o şey, soruşduğu şey və Allah Rasulunun bu sualın müqabilində dediyi söz insanı nicata aparır. Və fikir versək, həqiqətən də sahabələrin hamısı bu cür olublar, qardaşlar. Sahabələr hamısı xeyrə həris olublar. Və digər hədislərdən də buna şahid olmuşuz ki, deyirlər ki, ya Rasulullah mənə xeyr əməl öyrət, ya Rasulullah belə, ya Rasulullah başqa əməl. Və bu ona dəlalət edir ki, həqiqətən də sahabələr xeyr əməlləri nə idilər? Həris idilər, qardaşlar. Və Allah Resulü sallallahu aleyhi və səlləm bunun müqabilində
bütün məsələni, dinin bütün məsələlərini əhatə edən iki kəlmə ilə cavab verib. Hansı ki, ona Allaha iman etməyi əmr etdi ki, sahabəyə Allaha imanı əmr etdi ki, bu imanın etiqad edilməsi vacib olan bütün əqidə və əsaslarını, bundan irəli gələn qəlblə əməllərini, Allaha zahirən və batinən boyun əyməyi və təslim olmağa əhatə edir. Allaha iman etmək, qəlb əməllərini, Allaha təslim olmağı, boyun əyməyi, bütün bu məsələləri əhatə edir. Allaha iman etmək. Və ona görə də bəzi elm əhli deyirlər ki, məsələn burada Allah Resulü nə dedi? Qul əməntu billah. De ki, Allaha iman etdim. Və bu geniş mənanı əhatə eləyir. Zahirən və batinən əməlləri əhatə eləyir. Çünki məsələn bir nəfər desə ki, məsələn gördünüzmü, iman məsələn dillə deməkdir. Xeyr, burada dillə demək deyil sadəcə. Elə hədisin sonunda da Peyğəmbər sallallahu əleyhi və səlləmin əmrində də bu görsənir. Thumma istaqim, yəni sonra doğru ol. Yəni bunu izah edəcəyik inşallah. Doğru ol nə deməkdir? Yəni əməllərlə insan doğru ola bilir, sabit qala bilir. Aydındır? Sadəcə dillə deməklə deyil. Bəli. Və deyir ki, sallallahu aleyhi və səlləm, qul əməntu billahi. De ki, Allaha iman etdim. Və hansı ki, bu söz bunun üzərində sabit ol kəlməsinə, yəni dedi ki, əza əməli də dəlalət edir. Allaha iman etmək dedikdə nə nəzərdə tutulur qardaşlar? Yəni Allaha iman et bir mənada Allah Taalaya rububiyyəti ilə, uluhiyyəti ilə və isim və sifətləri ilə iman et. Və sonra buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm thumma istaqim, və sonra bunun üzərində sabit ol. Və bu da əmrdir. Doğru yolda sabit ol. Yəni sabit dur, sabit qal. Necə ki Allah Subhanahu və Taala Quran-ı Kərimdə elə bu mənaya dəlalət edən ayədə buyurur ki, Fussilet surəsi 30-cu ayədə İnnellezîne qalu rabbunallahu thumma istaqamu tetenezzalu aleyhimul melaiketu alla takhafu ve la tahzanu ve abshiru bil cennetilleti kuntum tu'adun. Allah Teala buyurur ki, o kəslər ki, dedilər ki, Rəbbimiz Allahdır. Və sonra istəqamu, doğru yolda oldular, sabit oldular və onlara mələklər nazil olaraq dedilər ki, yəni ölüm anında mələklər nazil olaraq dedilər ki, əllə təxafu, qorxmayın, və lə təhsənu, hüzünlənməyin, və əbşiru, sizə müjdələr olsun, bil cənnə, cənnətlə, hansı ki sizə vəd olunmuşdur. Hansı ki sizə vəd olunmuşdur. Həmçinin Allah Teala Əhqaf surəsi 13-cü, 14-cü ayədə də buyurur ki, İnnellezîne qalu rabbunallahu thumma istaqamu. O kəslər ki, dedilər ki, Rəbbimiz Allahdır, sonra doğru oldular. Fələ xavfun aleyhim və ləhum yəhsənun. Onların nə qorxu var, nə də bir hüzün. Ulaikə əshabul cənnə. Onlar cənnət əhlidirlər. Xalidinə fiyhə. Və orada qalacaqlar, yəni əbədi qalacaqlar. Cəzaən bimə kənu ya'melun. Etdikləri əməllərə görə. Və fikir verin, bu ayə də dəlalət edir ki, nədir bu hədisə? De ki, Allaha iman etdim və sonra sabit ol, doğru ol. Yaxşı, istiqamə nə deməkdir qardaşlar? İstiqamə dində sabit qalmaqdır. Hansı ki Allah Teala Fatihə surəsinin 6-cı ayəsində buyurur. İhdinəs sıratal müstəqim. Bizi doğru yola yönəlt. Yəni möminlərin duasıdır bu. Və bu da İslamda olub ondan zahirən və batinən yapışmaqdır qardaşlar. Və fikir versək, istiqamə sözündə ziyadə var. Hansı ki əlif, sin, tə. İstiqamə. Əsl söz qamə feilindəndir. İstiqamə nədir? Yəni tələb etmək. Yəni hansı feilə ərəbcədə əlif, sin, tə daxil olarsa bu hərflər, yəni bir şeyi tələb etmək nəzərdə tutulur. Yəni səy göstərərək nail olmaq məsələn. Məsələn, elə götür isti'adə. İsti'adə. Və isti'adə nə deməkdir? Sığınmaq. Əvvəlinə fikir verin, əlif, sin, tə. Yəni burada bir mənada deməkdir ki, sığınmağı istəmək və yaxud da Allahdan qorunma tələb etmək.
Və istiqamə də budur. Allahdan doğru olmağı tələb etmək. Allahdan doğru olmağı tələb etmək. İstiqamə sözü lüğətdə i'tidal sözündəndir qardaşlar. Lüğətdə i'tidal sözündəndir. İ'tidal nə deməkdir? Düzgünlük. Yəni bir şeyi düzəltmək. Fikir verin, yəni rast gəlmisiniz buna. İmam məsələn nə deyir? Namaza başlayanda i'tedilu əmr. Hə? Yəni saflarınızı düzəldin. İstiqamə i'tidal sözündən. Və istilahi mənası haqqında alimlər çoxlu təriflər veriblər. Bu təriflərdən ən yaxşısı, yəni istiqamə nə deməkdir? El-i'tidalu ala ta'atillahi i'tiqadan və qawlan və aməlan və devamu ala zalik. Və təfsir Tabarda zikr olunur bu. Deməli, buyurur ki, istiqamə nə deməkdir? Peyğəmbər sallallahu aleyhi və səlləmin əmr etdiyi kimi sonra doğru ol. Doğru ol nə deməkdir? El-i'tidalu ala ta'atillah. Allaha itaətdə, etiqadla, sözlə və əməllə üzərində olmaq, üzərində sabit qalmaq deməkdir. Və devamu ala zəlikə. Yəni bunun üzərində nədir? Deməli, davamlı olmaq. İstiqamətin tərifi budur, qardaşlar. Bunu yadınızda saxlayın inşallah. El-i'tidalu ala ta'atillahi i'tiqadan və qawlan və aməlan və devamu ala zəlikə. Bəli. Və istiqamətin növləri var, qardaşlar. İstiqamətin, doğruluğun, sabit qalmağın növləri var. Onlardan birincisi qəlbin istiqamətidir. Onlardan birincisi qəlbin istiqaməti, qəlbin doğruluğu və sabit qalmasıdır. Qəlbin istiqaməti, alimlər buyurur ki, üzvlərin ən əzəmətlisidir. Qəlb. Qəlb insan bədənində üzvlərin ən əzəmətlisidir, qardaşlar. Və hər bir qula vacibdir ki, hər bir kimsəyə vacibdir ki, onun istiqamətinə, qəlbin doğruluğuna, bu doğruluq üzərində sabit qalmasına fikir versin, çalışsın. Qəlb əzaların məlikidir, yəni başçısıdır, qardaşlar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin başqa hədislərində buyurur ki, Ələ innə fil cəsədi mudğah, İzə salahəl cəsədu kullu, və izə fəsədəl cəsədu kullu, Ələ və hiyəl qalb. Və Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, bədəndə bir ət parçası var ki, o düzələrsə, bütün bədən düzələr. O fəsad olarsa, bütün bədən fəsad olar. Və diqqət edin, o qəlbdir. Diqqət edin, o qəlbdir. Həqiqətən insanın qəlbi düzələndə, qardaşlar, o qəlbin düzəlməyi bütün əzalarına təsir edir. Qəlb düzələrsə, insanın əməlləri düzəlir. Qəlb düzələrsə, insanın müamilələri düzəlir. Qəlb düzələrsə, insanın dünya həyatı və axirəti düzəlir. Səadət əhlindən olur. Yox, əgər o korlanarsa, qəlbə şəhvətlər və şübhələr daxil olarsa, o zaman insanın həm dünyası, həm də axirəti korlanır. Və qəlbin istiqamətini bərpa etmək, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurduğu kimi, "Thumma istaqim", doğru ol, yəni qəlbin də doğru olsun. Qəlbin, ən başda qəlbin doğru olsun, yəni şəhvətlərdən və şübhələrdən uzaq olasan. İkincisi isə dilin istiqamətidir. Yəni dilini də doğru et və bu doğruluq üzərində sabit qalsın. Və dil qəlbin ifadə edənidir. Yəni qəlbdə olan nə varsa üzə çıxaranıdır. Və qəlbin istiqamətinin ən böyük səbəblərdən biri də dilin istiqamətidir. İnsan dilin istiqamətini necə qoruya bilər? Yəni sabitliyin haqq üzərində sabit olması, yalan danışmamaq, günahlar etməmək, nəmmamlıq, qeybət və digər bütün Allah Taala'nın, Allah və Rasulunun şəriətdə dil üçün bəla və günah olduğu şeylərdən uzaq tutmaqla insan dilinin istiqamətini qorumuş olur. Bəli, üçüncü istiqamət isə əzaların istiqaməti, doğruluğudur, qardaşlar. Və bu əzaları deməli bu doğruluq üzərində sabit saxlamaqdır. Və bu da insanın gözünü, qulağını, əlini, ayağını və bütün orqanlarını qorumasıdır. Və Allahın razı olduğu şeylərdə istifadə etməsidir. Gözünü, qulağını, əli, bütün, yəni məsələn gözü qoruyacaqsan, harama baxmayacaqsan.
Allahın haram etdiyi şeyləri nəzər etməyəcəksən. Qulağı qoruyacaqsan, qeybətdən uzaq olacaqsan, Allahın haram etdiyi musiqi və digər bütün şeylərdən uzaq eləyirsən. Bu əzaların istiqamətindəndir qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurduğu kimi "Thumma istaqim", sonra doğru ol. Yəni qulağını pis şeylərdən qoru və əlini Allahın haram etdiyi şeylərdən qoru. Ayağını harama getməkdən qoru, haramı tutmaqdan qoru əlin ilə və bütün digər orqanlarında. Və Allah subhanahu wa ta'ala İsra surəsinin 36-cı ayəsində buyurur ki: "İnnes-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mas'ula." Və həqiqətən qulaq, göz, qəlb, bunlar hamısı etdikləri insanların etdikləri şeylərdən məsuldur və etdikləri şeylərdən qiyamət günü soruşulacaqlar. Və məsələn insan necə ki başqa bir hədisdə və Allah Taala'nın ayəsi də buna dəlalət edir və o gün insanlar danışılacaqdır və etdikləri əlləri ilə, gözləri ilə və digər əzaları ilə etdikləri əməllər barəsində soruşulacaq. Və bəzi insanlar bunu inkar etdikdə qiyamət günü Allah katında onların ağızlarına qıfıl vurulacaq və onların əzaları etdikləri şey barəsində onlara şahidlik edəcəklər. Allah Teala bizləri qorusun. Və İbn Abbas radiyallahu anhuma'dan rivayet olunur ki, Allah Resulullah sallallahu aleyhi və səlləmə ən şiddətli nazil olan ayə Hud suresinin 112-ci ayəsi idi. Və burada da həmçinin istiqamətə dəlildir. Allah subhanahu wa ta'ala buyurur ki: "Fastaqim kama umirtu və men tabe ma'aka və la tatghaw innehu bima ta'malun basir." Sənə əmr edildiyi kimi dosdoğru ol və səninlə birlikdə tövbə edənlər də doğru olsunlar. Həddi aşmayın, çünki o sizinlə etdiklərinizi görür. Və həmçinin elə hər namazda da biz Allah Taala'ya dua etməyi Allah Taala bizim üçün vacib edib. Baxın, Fatihə surəsi namazın rükunlarındandır. Və sən hər dəfə gündə 5 vaxt namaz qılanda bax gör nə qədər Allaha dua edirsən. İhdinas-sıratal müstəqim. Allahım bizi sıratal müstəqimə, yəni dosdoğru yola yönəlt və həmçinin bunun üzərində sabit saxla deməkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin həqiqətən də böyük əzəmətli deməli nədir? Tövsiyəsidir. Qul əməntu billahi thumma istaqim. De ki, Allaha iman etdim və sonra bunun üzərində sabit ol. Və insan bilməlidir ki, onu sabit saxlayan onun Rəbbidir. Nə əməli, nə onun hörməti, nə və s. Bu şeylər deyil. Allah Teala istəməsə insan sabit qala bilmir. Ona görə çoxlu əməllərlə yanaşı Allah Teala'ya çoxlu dua etmək lazımdır. Allahdan sabitlik istəmək lazımdır. Xüsusən də bu həm şəhvətlərin, həm də şübhələrin tuğyan etdiyi bir fitnələr dönəmində. Və doğrusunu Allah bilir. Bugünlük bu qədər kifayət eləyir. Velhamdülillahi Rabbil alemin.